Bütün tibb dünyası indi bu hadisədən danışır. Bir xanım qaraciyərindən hamilə qalıb. Qeyri-adi hadisələrdən biridir dünyada. Detalları bilmək üçün sona qədər bizi izləyin. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Şəkər xəstələri hansı dondurmanı yeyə bilər? Yerli mütəxəssis açıqlayır. Qaraciyərdə inkişaf edən hamiləlikdən sağlam uşaq dünyaya gəlib. Tibbdə nadir görülən hadisə. Azərbaycanda evdə doğumların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən məlumat. Süni intellektlə hazırlanmış ilk vaksin insanlarda sınaqdan keçirilib. Yeni tədqiqat. Necə ola bilər ki, xanım hamilə qalanda uşaq qaraciyərdə olsun? Çox qeyri-adi hadisədir, amma tibbdə ilk deyil. Detallara baxaq. Qaraciyərdə inkişaf edən hamiləlikdən sağlam uşaq dünyaya gəlib. Peruda tibb tarixində nadir hadisələrdən biri qeydə alınıb. Həkimlər qaraciyərdə yerləşən uşaqlıqdan kənar hamiləlik nəticəsində sağlam körpənin doğulmasına nail olub. Səhiyyə rəsmilərinin məlumatına görə bu ölkədə ilk, dünyada isə ana və uşağın sağ qaldığı 4-cü belə hadisədir. 19 yaşlı Valeriya Velinin hamiləliyi zamanı dölün plasentası qaraciyərə yapışıb və qan təchizatını bu orqanın damarından alıb. Həkimlər bildirib ki, belə hallarda plasentanın çıxarılması həyatı təhlükə yaradan güclü qanaxmaya səbəb ola bilir. Riskləri minimuma endirmək üçün mütəxəssislər plasentanı qidalandıran damarları xüsusi embolizasiya üsulu ilə bağlayıb. Nəticədə yüksək riskli əməliyyat uğurla həyata keçirilib və 3,6 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlib. Mütəxəssislər qeyd edirlər ki, uşaqlıqdan kənar hamiləliklərin əksəriyyəti inkişaf edə bilmir və ana üçün çox ciddi təhlükə yaradır. Buna görə də erkən diaqnostika və vaxtında müdaxilə hələ də ən təhlükəsiz yanaşma hesab olunur. Süni intellekt hazırda dünyanı vəlvələyə salan Ebola virusuna qarşı vaksin hazırlayıb. Daha doğrusunu detallarda izləyəcəksiniz. Baxaq. Süni intellektlə hazırlanmış ilk vaksin insanlarda sınaqdan keçirilib. Cambridge Universitetinin alimləri süni intellektin köməyi ilə hazırlanmış yeni nəsil vaksinin insanlarda ilk sınaqlarının uğurla başa çatdığını açıqlayıb. Tədqiqatçılar bildirib ki, bu vaksinin əsas komponenti olan antigenin tamamilə süni intellekt tərəfindən hazırlandığı ilk haldır. Yeni vaksin bütün koronaviruslara, o cümlədən COVID-19-un müxtəlif variantlarına qarşı geniş müdafiə yaratmaq məqsədi daşıyır. Alimlər hesab edir ki, bu texnologiya gələcək pandemiyaların qarşısının alınmasına kömək edə bilər. Araşdırma çərçivəsində 39 könüllü üzərində təhlükəsizlik sınaqları aparılıb. Nəticələr vaksinin təhlükəsiz olduğunu göstərsə də, immun cavabın effektivliyini daha dəqiq qiymətləndirmək üçün 200 nəfərin iştirakı ilə ikinci mərhələ tədqiqatı planlaşdırılır. Mütəxəssislərin sözlərinə görə süni intellekt müxtəlif virusların genetik məlumatlarını təhlil edərək mutasiyalara qarşı daha davamlı superantigen hazırlayıb. Bu yanaşma yalnız koronaviruslara deyil, gələcək qrip, quş qripi və Ebola kimi təhlükəli infeksiyalara qarşı universal vaksinlərin yaradılmasına da imkan verir. Şəkər xəstələri dondurma yeyə bilərmi? Əgər çox ürəkləri istəyirsə, gün ərzində neçə dondurma və necəsini yemək məqbuldur? Sualın cavabını terapevt, uzman həkimimiz Əfsanə xanım Bayramova cavablandırır. Şəkər xəstələri hansı dondurmanı yeyə bilər? Yayın sevilən qidalarından olan dondurmanı şəkər xəstələri yeyə bilərmi? Sualımızı daxili xəstəliklər uzmanı, terapevt uzman doktor Əfsanə Bayramova cavablandırıb. Dondurma düzdür, tam təbii süddən hazırlanmır, süni, yəni tozdan hazırlanan süddəndir. Qəbul edə bilərik, qəbul oluna bilər, amma şəkər məsələsi var da, yəni şəkər çox alırıq. Evdə hazırlanan dondurma və şəkərin yerinə banan, yaxud da hər hansı gilə meyvə istifadə olunarsa çox da faydalıdır. Hətta o südü belə, balı şəkər xəstələri üçün deyiriksə, bal antioksidantdır, bal antiinflamatuardır, iltihab əleyhinə komponentləri var. Bir dərdin dərmanıdır bal. Amma təbii ki, tərkibində meyvə şəkəri var, fruktoza var. Ona görə şəkərli xəstələrdə glikohemoqlobin, 3 aylıq qan şəkəri 7-nin üstündə deyilsə, 7-dən aşağı isə şəkərlər kontrolda isə gündə bir dəfə dadımlıq istifadə oluna bilər. Hətta şəkər xəstələrində belə böyrək üçün, damarlar üçün antiinflamatuar rol oynayır. Amma
glikohemoqlobin onun üzərindədir, şəkərlər kontrolda deyil, 200-ün üzərində isə bala da icazə vermirik. Çünki balda da, təmiz balda belə meyvə şəkəri var, o da qlukozaya çevrilir, balı yüksəldir. Xatırladaq ki, son illərdə dondurma və digər yağlı süd məhsullarının sağlamlığa təsiri ilə bağlı yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyub. Mütəxəssislərin sözlərinə görə bəzi tədqiqatlar göstərib ki, tam yağlı süd məhsulları, o cümlədən nadir hallarda istehlak edilən dondurma, ürək-damar xəstəlikləri və ikinci tip diabet riski ilə gözlədildiyindən daha az əlaqəlidir. Ürək-damar xəstəlikləri və ikinci tip diabet riski ilə gözlənildiyindən daha az əlaqəlidir. Bu yoxsulluqdandır, yoxsa həkimlərə güvənməməkdən bilmirəm. İstənilən halda ötən il ölkəmizdə 100 nəfərdən çox xanım doğuşu evdə edib. Azərbaycanda evdə doğulanların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatını çatdırırıq. Azərbaycanda 2025-ci ildə evdə 107 doğum hadisəsi baş verib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata əsasən 2024-cü ildə də bu göstərici eyni olub. Qeyd edək ki, mütəxəssislər evdə doğumların həm ana, həm də körpə üçün müəyyən risklər daşıdığını bildirir. Həkimlərin sözlərinə görə doğuş zamanı yarana biləcək ağırlaşmaların vaxtında aradan qaldırılması üçün prosesin tibb müəssisəsində aparılması daha təhlükəsiz hesab olunur. Buna baxmayaraq, bəzi hallarda doğuşun qəfil başlaması və xəstəxanaya çatdırılmanın mümkün olmaması səbəbindən körpələr ev şəraitində dünyaya gəlir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.